Sevimlə olacağım, yeri düşəcək damaqlar, eybi yoxdur. Ona bilsə göstərən bir oğlana, işə düşəcək sağlar, eybi yoxdur. Öz bıçağı üstüne fırlatanlar, yere tökürlər damaqlar, eybi yoxdur. Meşət baba saldı söz bağını, zoraklılar ağlarlar, eybi yoxdur. Bizim bağa oraq çəkən oğlanı, Kərbəlayı qulaqlar, eybi yoxdur. Amir Cəlal, utanırsan getməyə, sən sönən sıraqlar, eybi yoxdur. Mənim olmayıb utanacaq əməlim, çoxdur özdən iraqlar, eybi yoxdur. Yenə Bakıdan gəldi üç pısmana, sınıb eləsən sanaqlar, eybi yoxdur. Mən insanam, məndən olmaz qısmağa, haqqı girir nahaqlar, eybi yoxdur. Akılla sakit əyləşib qıraqda, bir dil çapaqlar, eybi yoxdur. Kim necə insandırsa millət bilir, var çubuğunuzda yağlar, eybi yoxdur. Bir gülləsi vardı, artdı qutardı, məndə doludur daraqlar, eybi yoxdur. Mən tökəm süzə patdeşlə verillərə, yeznələr bacanaqlar, eybi yoxdur. Yeznələr bacanaqlar, eybi yoxdur. Rəhmətli Məşədi babanın meyxanada ən çox sevdiyim özəlliklərindən biri də rəqibinin ona dediyi sözə anındaca cavab verməsi idi. O xüsusiyyət bugünkü gün Mirzəlalda da görünür. Bir də mən Mirzəlalda bir şey müşahidə eləmişəm. Məcaza çox üstünlük verməz, real hadisələrdən danışar. Zarafat məsələ deyil, Məşədi baba kimi ustadı olub.